Salam aleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstək üçün təşəkkür edirəm. Demək, bugün nədən danışmaq istəyirəm? Keçən dəfə bir qardaş sual vermişdi. Hələb yerli mələzi və yaxud da ki, Hələb mələzi necədir, effekti olurmu? Mələzləməyə dəyərmi? O mövzudan danışmaq istəyirəm. Niyə bu mövzudan danışım? Çünki bildiyiniz kimi bizdə mələzləmə çoxdur. Bunu mən biraz maraqdan eləyirəm. Bundan 4 il əvvəl, 3 il əvvəl Hələb təkəsi qatmışdım keçilərin içinə. Ondan sonra keçən il Mursiyana təkəsi qatdım. Bu il yenidən Hələb qatdım. Və bu gördüyünüz Hələblə bunun anası bizim sarı keçi var idi, bu qış öldü. Hələb Sanən mələzi idi. Bu özü 75% Hələbdir, 25% Sanəndir. Və bu birisi, bu gördüyünüz Sanənlə Mursiyana mələzidir, bu balaca. Yəni bunu biraz maraqdan eləyirəm. Biraz da açığı bizdə Sanən keçiləri idi ilk olaraq. Onlara Hələb qatmamızın birinci növbədə səbəbi bu oldu ki, Sanənin bilirsiniz ki, südü çox yaxşıdır. Keçi cinsləri içərisində ən çox süd verən cinsdir Sanən. Yəni bütün cinslərdən ən üstün cinsdir Sanən süd baxımından. Amma Sanənin südü, biz pendir düzəltdiyimizə görə, Sanənin südü pendir üçün uyğun deyil. Yəni Sanən südü pendir verimi azdır. Südün yağlılığı da aşağıdır. Südün qatılığı da aşağıdır. Ona görə süddən aldığınız pendir miqdarı az olur. O da bizim üçün açığı sərfəli deyil. Plus da Sanən bizdə hava həm çox nəmişlikdir, həm də isti olur. Sanən də isti havanı çox sevmir. Və nəmişlikdə də o qədər effektli olmur. Ona görə baxdıq ki, mələz daha yaxşı uyğunlaşır, mələz daha effektli olur və mələzləməyə getdik. Nəticəsi də pis deyil, yəni qane eləyir. Buradakı gördüyünüz bu ağ keçilərdən başqa, digər rəngbərəng olanların içində 2-3 dənə rus keçisi var, 3-4 dənə Hələb var, təmiz Hələb. Qalanları hamısı mələzdirlər. Ona görə bu mələzləmə ilə bağlı biraz təcrübəmiz var və nəyi gördüm? Əsasən də Hələb təkəsini Sanənə yaxud da ki, yerli keçiyə qatdığınız zaman alınan balaların həm inkişafı yaxşı olur, çox ciddi şəkildə fərqlənir mələz balaların və F1 mələzlər, yəni birinci mələzləmə dediyimiz F1-lər, onlar ətli üçün çox uyğun olur. Yəni normal bir yerli keçinin və yaxud da ki, Sanənin erkək balası 5 ayında deyək gəlib yaxşı baxsanız 10 kilo ət verəsidirsə, Hələblə mələzlənən bir bala onu bir 40-50% üstəlir. Yəni 14-15 kilo, 16 kilo ət verə bilər 5 ayında. Yəni bir şərtlə ki, süddən kəsir qalmasın, anasının yanında olsun, istədiyi qədər süd içə bilsin, ən azından bir 3 ay yarımına qədər, yəni bir 100 gün. Bunda ciddi fərq olur. Digər bir məsələ, xüsusilə də bizim bu yerli keçilərin bilirsiniz ki, südü o qədər də çox olmur. Amma Hələb qatdığınız zaman südündə də ciddi fərq olur yəni. Südü də yetərincə artım görə bilirsiniz. Ona görə bu mələzləmənin faydası var. Düzdür, bunu fikirlər müxtəlifdir. Bəzən indi insanlar yanaşmanı belə qoyurlar ki, məsələn, təmiz bir cinsdən də, yəni ya sırf Sanən, ya Hələb, ya Mursiyana, ya Alpin saxlamaq daha faydalıdır, daha yaxşıdır. Bununla da razıyam. Nə mənada razıyam? Məsələn, sizin qapınızda təmiz qan dediyimiz, yəni saf qan düzdür çox olmur. Yəni sırf Hələb, ya Sanən, ya Mursiyana hamısı ya Alpin olsa, sabahları bala satışında o öz sözünü deyir, yəni məsələn bir mələzlə bir saf qanın satışı qiyməti eyni deyil. Yəni siz mələz bir balanı
100 manata satanda hələbdən düşmə. Amma təmiz hələbi, saf hələbi siz eyni formada balanı 200-250 manata, 300 manata belə sata bilərsiniz. O cəhətdən mən razıyam. Hər kəsin də fikrinə hörmət eləyirəm. Amma gələk bizim reallığımıza, bizim şəraitlə, bizim reallıqda onu gördüm ki, açığı çox hələbim olmadı. Saniyələrini südünə görə gətirmişdim, amma o effekt vermədi. Yəni plus da saniyənin südü çoxdur, amma bölgələrdə Bakını çıxmaq şərtindən süd satışı demək olar ki, yoxdur. Südə tələbat çox azdır. Nə bilim, bəlkə bir ayda 3-4 müştəri olar, hərəsinə 4-5 litr süd satarsınız. O da yəni effektli deyil. Ona görə yeganə gəlir mənbəyi ya onun balasıdır, ya da südündən hazırlanan məhsul pendirdir. Bala da mələzdə daha ət üçün daha ideal olduğuna görə ona getdik. Yəni məcbur bu reallıqla reallığa ayaq uydurmaq üçün şəraitdə ən ideal nədirsə onu elədik və açığı mələzləmədə də dediyim kimi də həm özümün marağım var idi ki, görüm necə bir şeylər çıxır. İstər bu mursiyana qatdığımız, indi bizdə burada balalar var. Buradan o uzaqdan qaçıb gələn o qaralı qırmızılı bala var. Onun yanındakı bunlar 3 genləri var bunların. Bu qabaqda qaçanların bunların 3 genləri var. Bu ikisinin anası Sanən Mursiyana mələzidir. Özlərinin də atası Hələbdir. Yəni bunlar 50% Hələbdirlər. 25% Sanən, 25% Mursiyanadılar. Və bunların artıq bunların içinə planım var ki, təmiz qan tapa bilsəm. Açığı bir dənəsini gətirmişdim. O da mələzdir. Sanənlə Alpin Oberhaşli mələzidir. Amma təmiz Oberhaşli tapa bilsəm, gələcəkdə bu 3 genlilərə bir dənə də onu qatıb 4 genli bir şey də ortaya çıxardasıyam. Yəni görək effekti nətər olur. Arada yoxlayırıq bunu. Amma ümumi olaraq Hələb təkəsi bildiyiniz kimi ən böyük, ən hündür cinsdə keçilər içərisində Azərbaycanda olan böyüklüyünə görə. Yəni Hələb təkəsi qatılan yerli keçilərdən alınan balalar effekti olur. Bunu %100 deyə bilərəm. İstər dözümlülük olsun, istər süd artımı olsun, istər çəki artımı olsun, boy artımı olsun, ciddi şəkildə effekt verir. Buna görə yəni mələzləməni eləmişik. İndi kimlər, dediyim kimi də bəzi adamlar bunu biraz qınayırlar ki, cinsi pozmaq olmaz. Nə bilim, hər cinsin öz təkəsi olsa daha yaxşıdır. Hər kəsin fikrinə hörmət eləyirəm. Hər kəsin fikri müəyyən mənada doğru ola bilər. Amma reallığa gələndə burada heyvandarlıq belədir ki, bunu nə üçün saxlayırsan? Səmərə götürmək üçün, gəlir əldə eləmək üçün. Bir təsərrüfatdan da sən gəlir əldə eləyə bilmədikdən sonra, ondan bir fayda götürə bilmədikdən sonra, bu istəyir belə sertifikatlı %100 safqan heyvan olsun. Əgər həmin cins sizin olduğunuz bölgəyə uyğun deyilsə, sizin olduğunuz bölgədə effekt vermirsə, səmərə vermirsə, onun bir qəpik dəyəri yoxdur yəni. Kim deyə bilər ki, bu heyvanın nə bilim 2000 manat qiyməti var, olsun. 500 manat qiyməti var, 1000 manat qiyməti var. Bu nə bilim belədir, bu təmiz Hollandiyadan gəlib, təmiz İsveçdən gəlib, nə bilim təmiz İspan sortudur, təmiz birbaşa Suriyadan gəlib bu keçi, nə bilim Kipirdəki təsərrüfatdan gəlmiş safqan Hələbdir və yaxud da ki, safqan nə bilim Oberhaşlidir, Alpindir. Əgər mən o heyvandan fayda götürə, səmərə götürə bilmirəmsə, gəlir əldə eləyə bilmirəmsə, onun həmin bölgə üçün, həmin təsərrüfat üçün dəyəri sıfırdır yəni. Və yaxud da ki, misal üçün yerli keçilər, məsələn, yerli keçini elə bölgələr var ki, o ərazidə il boyu ot var, heç bir xərc çəkmədən
sərt qış şəraitində də, yayında da heç bir xərc çəkmədən o heyvanı orada saxlayıb gəlir əldə edə bilirsənsə, o bölgə üçün ən dəyərli, elə birinin qiyməti 2000 olan keçi elə yerli keçilərimizdir. Və yaxud da ki, nə bilim, Mursiana. İndi elə yer ola bilər ki, Mursiana ən çox uyğun gələr. Orada Mursiana dəyərlidir. Süd satışı eləyir, məsələn. Var bizim də tanıdıqlarımız, belə tanış olduqlarımız Bakı ətrafında heyvan saxlayanlar var. Adamlar süd satır. Onlar üçün təbii ki, Alpin ya Sanən bir nömrədir. Yəni, onlara Hələbi və yaxud da ki, digər cinsləri artıq bəyəndirməkmi deyim, inandırmaqmı? Mümkün deyil. Adam deyir ki, mən yoxlamışam, hələfdən də fayda görənməmişəm. Yerli keçi ümumiyyətcə uyğun deyil, qapalı şərait üçün. Nə bilim, digər Mursiana hələ yenidir, çox yoxlanılmayıbdır. Yəni, südü daha yağlıdır, məsələn, uyğun deyil. Yəni, o adamlar üçün də həmin heyvan əgər fayda verirsə, gəlir əldə edə bilirsə, onlar üçün ən idealı odur. Yəni, ümumi götürəndə bir bölgədə hansı keçi uyğundursa onu elirsən. Yəni, mələzləmə də bundan irəli gəlir. Amma mələzləmədə nəyə diqqət eləmək lazımdır? Maksimum çalışmaq lazımdır ki, istifadə olunan heyvan, yəni təkə, təmiz təkə olsun. Yəni, keyfiyyətli heyvan olsun, nəsli, nəcabəti bilinən. Çünki gətirib heyvanınızın içinə qatanda keyfiyyətsiz bir heyvan gətirib qatdığınız zaman nə olasıdır? Bu dəfə təmiz cinsi məhv eləsidir, yəni sıradan çıxardasıdır, səmərəsinin verimliliyini aşağı salasıdır, məhsuldarlıq aşağı düşəsidir. Yəni, burada buna da diqqət eləmək lazımdır. Mən özüm bunu təcrübə eləmişəm. Son 4 ildə deyək də, yəni ilk qatdığım hələb təkəsini, məsələn, onu satdım, getdi. Amma indi görürəm ki, ondan aldığım balalar həqiqətən çox keyfiyyətli çıxdılar süd baxımından. Keçən ilki Sanəni yenə satdıq, getdi. Məsələn, o Sanəndən düşən balalar gördüm ki, həqiqətən südü ideal imiş, yəni çox gözəl heyvan imiş. Onu satdım, yəni ona da bir peşman oldum. Bu il gətirdiyim hələb təkə, maşallah olsun, verdiyi balalar çox ideal çıxdı. Amma südünü bilmirəm. Yəni, mənim üçün süd əsas olduğuna görə südü necə olacaq onu bilmirəm. Yəni, nəyi demək istəyirəm? Mələzləmə də eləyəndə mütləq və mütləq bunların hamısını araşdırıb eləmək lazımdır ki, şey olsun, effekt ala biləsiniz. Ümumi olaraq bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında. Allah hər kəsin təsərrüfatına bərəkət versin.